Mən iki deportasiyanın ikisinin də şahidi olmuşam. Bunu özü də başqasının mənə deməklərinlə, danışmaqlarıyla yox, birbaşa bu hadisələrin içində olmuşam. 1947-ci ilin dekabrında, 1948-də mart ayında SSR Nazirlər Sovetinin qərarları oldu ki, güya Azərbaycana çoxlu işçi qüvvəsi tələb olunur, pambıq becərmək lazımdır. Ermənistanda yaşayan Azərbaycanlıların könüllü sürətdə Azərbaycana köçürməsi haqqında qərar qəbul edildi. O köçürmə sözü xüsusilə Mikoyan, erməni Mikoyan, o zaman Sovet hökumətinin rəhbərlərindən biri olan Mikoyan, sonra Beriya Gürcü, bunlar bu Azərbaycan xalqının qatı düşmənləridir. O erməninin fırıllağı idi ki, oraya bir könüllü sözü əlavə elədilər. Güya ki, könüllü surətdə. Könüllü surətdə kim öz vətənini tərk edir? Kim öz dədəbəabə min illərlə tarixi olan vətənini tərk edir? Heç kim. Bu sadəcə olaraq bu zülm üçün pərdə idi. Nəhayət hadisələr başladı. O qərarları 1949-cu ilin 49-cu ilin deməli noyabr, oktyabr ayının 25-də bu neçə dəfə kəndin rəhbərləri, o zaman Sovet vaxtı olan biri mənim atam idi, İkinci Dünya Müharibəsinin yaralanmışdı, möhkəm, o xəstə adam idi. O partiya təşkilat katibi idi. Kolxoz sədri rəhmətlik Binnət dayı idi. Kənd Sovet sədri Kazım idi, müharibədən gəlmişdi. Rayonun rəhbərləri bir gün gəldilər məktəbin həyətində, kəndin məktəbinin, kolxoz tikdirdiyi məktəbin həyətində və xalqı yığırlar ki, bəs cəmaat, siz erməni dilində təbii danışırdılar, bizim də xalq erməni heç özünü görməmişdilər, dili qalsın o yana. Heç erməni deyilən şeyin sifətini görməmişdilər. Qulluqçular da rayona gedib gəlir, indi onlar gəliblər erməni dilində danışır, xalq da başa düşmür. Məktəbin qabağına hansı məktəbdir ki, mən o məktəbdə 5-ci sinifi qurtarmışam, 6-cı sinifdə bu hadisələr başladı. Xalq tələb elədi ki, bizim qulluqçulardan, bunlar nə deyir bu ermənilər, nəyə gəliblər? Da məcburan, bunlar da kolxozun rəhbərləridir da, hər halda qabaqçı aktivləridir. İzah elədilər ki, bunlar gəliblər, rayon mərkəzindən gəliblər. O zaman deyildiyi kimi Raykomun, nə bilim, icra baş Sovetinin filanın nümayəndələridir. Bizi köçürmək istəyirlər. Bu söz deməmiş bir səs-küy qopdu. Ermənilər məhtəl qalıblar ki, bu qəfildə böyük bir üsyan qaldırdılar da xalq. Özü də müharibə təzə qurtarmışdı yəni. Bir balaca bizim kənd o zaman böyük kənd deyildi. Bir kənddən 225 nəfər kəndimizin oğlanları İkinci Dünya Müharibəsinə aparılmışdı. Onlardan yalnız 100 nəfəri qayıtdı. Qalan indi cəmaatın əri ölübdü, qardaşı ölübdü, elə ailə olubdu, 3 nəfər, elə ailə olub, 4 nəfər. O cümlədən şəxsən bizim evindən 2 əmmi biz itirmişik orada. Atam da yaralı, ağır vəziyyətdə gəlib çıxmışdı. İndi cəmaat, kimsinin 3 uşağı var, kimsinin 4 uşağı var, kimsinin 2 uşağı var, kimsi nişanlıdır, kimsi toy ərəfəsidir, təzə toy olubdu. Bunu qırıldı, gəlmədi də. Bu xalq, belə bir vəziyyətdə olduğu halda gətirib bu məsələyi də ortalığa salanda artıq xalqda hiddət qalxdı. Kim inanır, kim inanmır, nə deməkdir ki? Yəni biz müharibədə oğlanlarımız, ərimiz, qardaşımız filan hamısı qırılıblar. Bu nə məsələdir gətirib çıxartdılar? Mənim yaxşı yadımdadır. Ora biz də getmişdik. Uşaqlar yığılıb getmişdik. Bizi ora buraxan yoxdur, qıraqdan baxırdıq. Cəmaat elə haykü qaldırdı, elə bir bunt qaldırdı ki, bu Vilisə doldular, rayondan gələnlər getdilər. Səhərsi zəng eliblər, o zaman divardan asılan bir qulplu telefon var idi, o zaman zəng eliblər, apardılar, o cümlədə mənim atamı da apardılar, partiya təşkilat katibi kimi, kolxoz sədrini də, Binnət əmini, sonra Kazım dedim, Sovet idi. Hamısı rəhmətə gedib, yoxdur təbii ki. Rayonda bunları möhkəm sıxırlar ki, ya əvvəlcə siz çıxmalısınız, kənd boşalmalıdır. Oradan bir şey, kör peşman xalq da gözləyir, gələcəklə görək nə deyir. Gəlir, yığırlar cəmaatı ki, mən şəxsən onu görürüm. Bilirsiniz, bu şeyləri mən gözümlə görmüşəm, mən uzatmaq istəmirəm. Bir də mənim atamın o arxivindən balaca əl yazmaları çıxdı. Atam 52-ci ildə rəhmətə gedib, o invalid idi, sürgündən qayıdandan sonra rəhmətə gedib. Nəysə, mən onlara əsaslanıram. Bu da mümkün olmadı, bunları təzədən apardılar
İrəvana çıxartdılar. Bu kolxozun deyim, rəhbərlərini. Orada da çox böyükən, ilk dəfə deməli köçün əleyhinə çıxan bunlar olublar. 48-ci ildə ikinci qərar gələndən sonra 48-ci ilin aprel ayının 14-də ilk dəfə bu qərara qarşı, Stalin qərarına qarşı çıxıb bizim xalq. Bilirsiniz, o zaman da Stalinin adı ilə gedir də, bu Mikayanın adına getmir ki, amma faktiki bu iş eləyən Mikayanla Beriyadır. O da çox incitdilər, məcbur elədilər. Şey qabatçasız. Onda belə bir qərar xalq gəldilər bizə təklif olunub Salyan rayonu, Azərbaycan Salyan rayonu. Ancaq Salyan rayonu, başqa yer ola bilməz. O da şuurlu sürətdə, qəsdən. Çünki indi oralar Kür-Arazov cənnətə dönüb, o zaman cəhənnəm yolub da. Bizimkilər gəldilər, baxdılar, cəmaatlar dedilər ki, gəldi, orada nə su var, nə bir daldilanası yer var, nə bir yaşayış var, nə bir dillə deyiləsi deyil. İnsan yaşayan yer deyil. Bəs niyə? Bunlar da məcbur edib köçürürlər. Xalq qərara gəldi ki, gecənin birində kəndi boşaltdılar. Mən sizə deməkdə bunların məqsədim nədir? Nə üçün bizi Ermənistan bəyət dedim, kəndi ola-ola Ermənistana sürgün elədilər. Deməli, oktyabrın 25-də, 49-cu il oktyabrın 25-də gecəykən kənd məcbur eləyirlər da. Dedilər ki, Sibirə sürgündən sonra qaçıq. Bizə Borçalının kəndləridir. Bizim yeri gəlmişkən onu deyim, bizim o region neytral zona olubdu. Orada Kiravakan olan Qara kilsə, sonra Stepanavan olan Cəlaloğlu mahalı, Qaraxaç mahalı, o cümlədən yerlər. Bu tərəfdən də Qazağın, indi erməninin əlində olan erməni kəndləri falan, buna neytral zona eləmişdilər. Erməni-Gürcü müharibəsi olub, az bir müddətdə, onda Gürcülər məğlub olub, bu zonada olubdur neytral zona. Ermənilər qəsdən Sovet hökuməti qurulanda Lenini aldadıblar ki, bu neytral zonanı verək ermənilərə, deməli ikisində də bərabər sovetizasiya olub da, biri 20-nin aprelində bizdə olubdu, 20-nin noyabrının 29-da da o dağılmışdı olub, elə də dağıldı. Verək onlara və bizə inam yaransın. Desinlər, nə gözəl hökumətdir da, bizə yer verdi, görürsən nə buydu. O neytral zona dediğim Pəmbək Lori zonası gedirdi, adı ümumi dediyim yerlərindən biri eləkdə. O cümlədən bunlar hamısı baxırdı, deməli, Borçalı zonasına. Biz xalq köçdü o Borçalıda olan kəndlərə. Kimin bacısı var, xalası var, bibisi var ora. Getdi xəbər Gürcülərə çatdı ki, Ləmbəlilər, bunlar bizə Tatribi deyirlər. Tatribilər gəlib dolub Gürcüstana, Borçalıya. Əmr gəldi, eşalon gəldi Sadaqılda, bir gecənin içində nə qədər Ləmbəli var, o Borçalının kəndlərinə Gürcüstanın hamısını yığdılar, gətirdilər, doldurdular eşalona. Malı da, qoyunu da, iti də, pişiyi də, insanları da. Doldurdular vaqonları, ağzını da bağladılar. Gecəykən orada müşavir oldu. Mənim yadımda da, atam da gec gəldi də, vaqondadır hamı. Mal, qoyundu, it, pişiyi, hər şey vaqondadır. Kimin əlinə nə keçib maşınlarla doldurdular. Bunlar deməli ki, bilmir kim haraya gedəcək. Haraya aparırlar bizi vaqona. Dedilər, kim dedi, Sibirə sürürlər, kimi dedilər, belə olur, kimi. Apardılar, bizi çıxartdılar. Bax, Ermənistandan Ermənistana sürgülü çox adam başa düşmür. Bizim xalq Borçalıya dağılanda Gürcülər yığdı, bizi doldurdu ki, aparın, gəli eləyin. Azərbaycan qəbul eləmədi. Ki, deməli, qış vaxtına olduğuna görə kış dayandırılır. Bazarmarıq yerimiz yoxdur. Ləmbəli ilə körpünün arasında bir körpü 10 metrədir. Ay erməni, qoy geçsin cəmaat evinə, getmədi. Biz apardılar, çıxartdılar, basar keçərə. Əhalinin əksər hissəsi töküldü, zorda tökdülər. Bir hissəsini ağ kilsəyə tökdülər. Bizim ailə ağ kilsəyə düşmüşdü. Bəs mal qoyun da gecə, ay kişi, Ulxanlıda tökülən vaqonundan mal qoyunu qışın şaxtasında dekabrın biri də apardılar, çıxartdılar yolla, nə bilim, mən uşaq idim. Zorda neçə kilometr olur? Orada ağ kilsədə də bir dan vermişlər, o uçdu, dağıldı. İkinci bir problem var, orada məndən çox soruşurlar ki, bəs siz harada yerləşirdilər, onun xalqı, siz nə yaxşı yerləşirdilər? O kəndləri də ermənilər seyrəltmişlər, Azərbaycana gəlmişlər o cüranı. Onların boş qalan damlarına bizi yerləşirdilər. Təxminən bir ilə yaxın orada qaldıq, sonra da köçdük, gəldik. Köçüb gəlmək də uzun məsələdir, çox uzun məsələdir, çox zülüm.